Ulan göbələk türlədi göyümüzdə. Ulan, bəşliyim bilmirəm kim baxacaq. Yaxın Şərqdə hərbi siyasi gərginlik sürətlə eskalasiya mərhələsinə keçir və hadisələrin inkişafı regionun təhlükəsizlik arxitekturasını yenidən formalaşdıra biləcək səviyyəyə çatır. İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədri İbrahim Əzizi bəyan edib ki, mövcud qarşıdurmanın sonu İsrail tərəfindən müəyyən ediləcək proses deyil. Onun sözlərinə görə region artıq nəzarətdən çıxma riski yüksək olan mərhələyə daxil olub və tərəflər bu ssenarinin nəticələri barədə əvvəlcədən xəbərdar edilib. Bu açıqlama İsrailin Müdafiə Naziri İsrail Katsın İrana qarşı qabaqlayıcı zərbələrin başladığını deməsindən sonra verilib və rəsmi Tehranın ritorikasının sərtləşdiyini göstərir. Regional mənzərəni daha mürəkkəbləşdirən amillərdən biri paralel təhlükəsizlik böhranlarının formalaşmasıdır. Pakistan və Əfqanistan sərhədində artan silahlı toqquşmalar Vaşinqtonun diqqət mərkəzindədir. Amerika Birləşmiş Ştatları dövlət katibinin siyasi məsələlər üzrə müavini Allison Hoker bildirib ki, Amerika Birləşmiş Ştatları Pakistanın Taliban hücumlarına qarşı özünü müdafiə hüququnu dəstəkləyir. Ekspertlər hesab edir ki, bu mövqe regionda təhlükəsizlik risklərinin yalnız bir istiqamətlə məhdudlaşmadığını və daha geniş sabitsizlik zolağının formalaşdığını göstərir. İran daxilində hərbi vəziyyətlə bağlı xəbərlər isə gərginliyin real fazaya keçdiyini göstərir. Dini və strateji baxımdan mühüm şəhər olan Qumda nüvə obyektinə mümkün hücum barədə məlumatların yayılması regionda narahatlığı daha da artırıb. Rəsmi təsdiq verilməsə də, belə obyektlərin hədəfə alınması ehtimalı münaqişənin yalnız hərbi deyil, həm də nüvə təhlükəsizliyi ölçüsünə keçə biləcəyini göstərir. Vay, به تو زدن. وای. وای زدن. به تو زدن. Paytaxt Tehranda vəziyyət daha dramatik təsvir olunur. İranın ali rəhbəri Əli Xamneyinin ofislərinin yerləşdiyi zonanın yaxınlığında zərbə endirilməsi barədə məlumatlar strateji və psixoloji təsir hədəflərinin seçildiyini göstərir. Eyni zamanda şəhərin bəzi ərazilərində rabitə kəsintiləri qeydə alınıb ki, bu da böhran vəziyyətlərində informasiya axınının məhdudlaşdırılması ssenarilərinə uyğun gəlir. زدش آثار دود مشخصه ببین Rəsmi məlumatlara görə İran prezidenti Məsud Pezeşkiyan hücumlar zamanı xəsarət almayıb və dövlət idarə etməsi fəaliyyətini davam etdirir. İsrail daxilində isə paralel olaraq mülki müdafiə sistemləri tam aktiv rejimə keçirilib. İsrail Müdafiə Qüvvələri İrandan raket buraxılışlarının qeydə alındığını və müdafiə sistemlərinin işə düşdüyünü açıqlayıb. İlk mərhələdə təxminən 30 raketin atıldığı bildirilir. Əhaliyə mobil telefonlar vasitəsilə təhlükəsizlik təlimatlarının göndərilməsi mülki risk səviyyəsinin ciddi qiymətləndirildiyini göstərir. İranın əsas hərbi güc strukturlarından biri olan Sepahsa hücumların davam etdiriləcəyini bəyan edib. Bu açıqlama qarşıdurmanın lokal zərbələr mərhələsindən qarşılıqlı strateji cavab mərhələsinə keçdiyini göstərir və geniş miqyaslı eskalasiya riskini artırır. İsrail ordusunun məlumatına görə qabaqlayıcı əməliyyatlar çərçivəsində İranın kəşfiyyat infrastrukturu, hökumət binaları və hakimiyyətin simvolik mərkəzləri hədəfə alınıb. وای وای Hədəflər sırasında Mehrabad Beynəlxalq Hava Limanı da göstərilir. Bu obyekt həm mülki, həm də hərbi logistika baxımından mühüm rol oynadığından onun vurulması İranın operativ cavab imkanlarını məhdudlaşdırmaq məqsədi daşıya bilər.
Strateji liman şəhəri Bəndər Abbas ətrafında zərbələr barədə məlumatlar da diqqət çəkir. Bu liman İranın enerji ixracı və hərbi təchizat marşrutları üçün əsas qovşaqlardan biri hesab olunur və burada baş verən hadisələr iqtisadi nəticələr doğura bilər. Diplomatik müstəvidə region ölkələri ehtiyat tədbirlərini gücləndirir. Azərbaycan Xarici İşlər Nazirliyi vətəndaşlara həm İrana, həm də İsrailə səfərlərdən çəkinməyi tövsiyə edib və bölgədə olan şəxslərə təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırış edib. Bu cür xəbərdarlıqlar risklərin regional səviyyədə qiymətləndirildiyini göstərir. Beynəlxalq siyasi müstəvidə isə prosesin yalnız hərbi deyil, həm də siyasi nəticələrinin ola biləcəyi barədə mesajlar verilir. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump mümkün əməliyyatlardan sonra İranın gələcək siyasi quruluşu ilə bağlı ssenarilərin gündəmdə olduğunu bildirib. İsrailin baş naziri Benyamin Netanyahu isə əməliyyatların İranın yaratdığı təhlükəni aradan qaldırmaq məqsədi daşıdığını və Amerika Birləşmiş Ştatları ilə koordinasiyanın davam etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu mərhələ regionun gələcək təhlükəsizlik balansını müəyyən edə biləcək dönüş nöqtəsi ola bilər. Müşahidəçilər hesab edir ki, paralel olaraq müxtəlif silahlı qrupların aktivləşməsi, regionda proksi münaqişələrin genişlənməsi və böyük güclərin prosesə cəlb olunması yaxın və Orta Şərqin daha geniş miqyaslı qarşıdurma mərhələsinə keçməsi riskini artırır. Bu senari enerji bazarlarından tutmuş beynəlxalq təhlükəsizlik sisteminə qədər geniş təsir yarada bilər.